Salam, bugünkü mövzumuz Cənubi Amerika materikinin relyefi haqqında olacaqdır. Cənubi Amerika materiki 3 yarımkürədə yerləşən bir materikdir. Materik bütövlükdə qərb yarımkürəsində yerləşir. Materik ekvator ilə kəsişdiyi üçün şimal və cənub hissələrə ayrılır. Ümumilikdə 3 yarımkürədə yerləşir. Materikin sahəsi 17,8 milyon kvadrat kilometrdir. Materikin şimal ucqar nöqtəsi Qalinias burnu yerləşir Kolumbiya dövlətinin ərazisində. Cənubda Çilinin ərazisində Frauend burnu, təxminən bu ərazi. Qərbdə Peru dövlətinin ərazisində burada Parnias burnu və burada Cabo Branco burnu şərq yarımkürəsində, şərq hissədə isə Cabo Branco Braziliya dövlətinin ərazisinə düşür. Bu xəritədə açıq aydın bunları görmək olar. Şimalda deməli Kolumbiya burada, Qalinias deməli şimalda, qərbdə Parnias Perunun ərazisi, cənubda Frauend Çilinin və Braziliyanın ərazisində isə Cabo Branco burnu yerləşir. Materikin qərb hissəsi ümumilikdə şərq hissəsindən tamamilə fərqlənir. Materikin qərb hissəsi dağlıq ərazilər, geosinklinal qurşaq, şərqi isə platforma və düzənliklərdən ibarətdir. Materikin relyefinin formalaşmasında litosfer havalarının rolu böyükdür. Belə ki, bu hissədə Nazca, burada isə Sakit Okean litosfer havalarının Cənubi Amerika litosfer havası ilə qarşılıqlı, belə deyək, toqquşması nəticəsində burada uzun böyük dağ sistemlərindən olan Ant dağları yaranmışdır. Ant silsiləsi yaranmışdır. Ant dağlarının ümumi uzunluğu şimaldan cənuba qədər 9000 kilometr təşkil edir. 9000 kilometr. Bu dağlarda ən hündür zirvə Aconcagua dağıdır ki, hündürlüyü 6960 metrə çatır. Zirvə özü yerləşir burada. Aconcagua zirvəsi. Materikin də ən hündür zirvəsi hesab olunur. Materikin şərq hissəsi əsasən belə deyək, qədim suxurlardan, çünki platform olduğu üçün qədim suxurlar arxeik, proterozoik və paleozoik çöküntüləri, qərbi isə kaynozoik çöküntüləri, yəni geosinklinal qurşaq olduğu üçün kaynozoik çöküntüləri ilə əhatələnmişdir. Bundan başqa, materikin ərazisində 20 dərəcəlik enlik boyu təxminən, belə deyək, təxminən bu hissələrdə geniş platolar yerləşir, dağların üzərində, belə deyək, hündürlüyündə və bunların adları altiplanolardır. Altiplanolar geniş, belə deyək, platolara, yaylalara deyirlər. Bundan başqa Cənubi Amerika materikində Peru, Puna və Boliviya yaylalarına da rast gəlmək mümkündür. Cənubi Amerika materikinin relyefinin formalaşmasında dediyimiz kimi bu iki deməli litosfer havaları, Sakit Okean, deməli Nazca və Cənubi Amerika litosfer havası fəal iştirak etmişdir. Bunun nəticəsində okean tərəfdə dərinsulu okean novları, yəni çökəkliklər Peru novu və Çili novunu görə bilərik. Bunlar okean tərəfdə yaranır, amma materik tərəfdə isə hündür dağlar formalaşır. Daha sonra materikin ərazisində bir sıra böyük çaylar var. Dünyanın ən bol sulu çayı olan Amazon çayı da məhz bu materikin ərazisindədir. Materikin ərazisində olan bu çaylar relyefinin də formalaşmasına müəyyən qədər təsir göstərir. Belə ki, burada olan Amazon çayıdır. Şimalında olan Orinoco çayıdır, cənubda Parana çayıdır ki, alüvyal mənşəli çöküntülər ilə burada müvafiq olaraq Orinoco ovalığını, burada Amazon ovalığını, Amazon çayı və Parana çayı La Plata ovalığını yaratmışdır. Daha sonra Cənubi Amerikanın relyefində hansı ovalıqlar, hansı yüksəkliklər var, bunlardan danışaq. Materikin ərazisində şimalda, ekvatordan şimalda yerləşən Orinoco ovalığı, dediyimiz kimi Orinoco çayının çöküntülərindən sonra Qibiana yaylası, mərkəzdə Amazon ovalığı, Amazon ovalığının cənub-şərqində Braziliya yaylası, ondan cənubda La Plata ovalığı və daha cənubda isə Patagoniya yaylası yerləşir. Bayaqlar dediyimiz altiplano məhz bu hissəyə düşür. Deməli, materikin ərazisində yerləşən bu relyef formaları materikin əsasını təşkil edir. Materikdə olan bu relyef formalarında konkret olaraq Cənubi Amerika materikinə xas olan, yəni xüsusi Cənubi Amerika materikinə aid olan bir sıra relyef formaları var. Məsələn, Qibiana yaylasında yerləşən masavari dağlar, başqa sözlə tepuilər yerləşir ki, bu tepuilər deməli, tepuilərin əsas xüsusiyyəti nədir? Hündürlüyü deməli 800-1800 metr arasında dəyişir. Venezuelanın ərazisinə düşür ölkə olaraq və bunların yaranması fiziki, kimyəvi aşınma və axar suların fəaliyyəti ilə
həyata keçmişdir, yaranmışdır, belə deyək. Daha sonra Braziliya yaylasına məxsus olan Kəlləqənd relyef forması vardır. Hündürlüyü 300 metrdir. Burada yerləşir təxminən Braziliya yaylasında. Deməli, Rio de Janeiro şəhərinin ətrafındadır. Hündürlüyü 300 metr olan bu, belə deyək, zirvəyə kanat yolu çəkilərək turistlərin axınını bura təmin edilmişdir daha doğrusu. Kəlləqəndin belə relyef formasının yaranmasının əsas səbəbi intruziv mənşəli maqmatik süxurların, yəni dərinlik mənşəli maqmatik süxurların səthə çıxması nəticəsində deməli bu Kəlləqənd relyef forması formalaşmışdır. Materikin ərazisində olan belə deyək, ən alçaq nöqtə La Plata ovalığının cənubunda yerləşən Salinas Chicas yarımadasıdır ki, daha doğrusu gölüdür ki, -42 metr. Materikin ən hündür zirvəsi Aconcagua dağı, ən aşağı nöqtəsi -42 metr dərinliyində olan Salinas Chicas yüksəkliyidir. Daha doğrusu çökəkliyidir. Bundan başqa materikin ərazisində olan vulkanlardan danışaq. Çünki Ant dağlarında bir sıra vulkanlara rast gəlinir. Bunlardan Kolumbiya dövlətinin ərazisində düşən Ruiz vulkanı fəaliyyətdə olan vulkandır. Ekvadorun ərazisində düşən Chimborazo və Cotopaxi vulkanı. Bunlardan Cotopaxi fəaliyyətdə olan, Chimborazo isə fəaliyyətdə olmayan sönmüş vulkandır. Çili dövlətinin ərazisində düşən Llullaillaco vulkanı və San Pedro vulkanları. Hər ikisi fəaliyyətdə olan vulkandır. Həmçinin burada yerləşən Llullaillaco vulkanı dünyanın ən hündür vulkanıdır. Zirvəsinin hündürlüyü 6723 metrə çatır. Daha sonra materikin ərazisində olan faydalı qazıntılardan danışaq. Bu faydalı qazıntılar ki, materikdə belə deyək, yerləşən dövlətlərin belə deyək, əsas qazanc qaynaqlarıdır. Bunlardan neft və təbii qaz şimalda Karib dənizi hövzəsində bu ərazidə və Orinoco ovalığında rast gəlinir. Qviana yaylasında Daha sonra Qviana yaylasında və Braziliya yaylasında boksit ehtiyatları, bu işarə ilə göstərilmiş boksit ehtiyatları, həmçinin Braziliya yaylasında dəmir filizi, manqan ehtiyatları vardır. Ant dağları isə dünyada ən çox misin toplandığı ərazidir. Ant dağlarını mis qurşağı belə adlandırırlar. Misin şəhər işarəsi də məhz budur. Daha sonra bu işarə isə qalayı göstərir. Ölkə olaraq Boliviya və Peru dövlətinin ərazisində zəngin qala ehtiyatları vardır. Və dünyada olan yeganə yataq şora, yəni təbii gübrə ehtiyatı isə Cənubi Amerika materikində yerləşən Çili dövlətinin ərazisində vardır.